Doğma Qarabağın dilbər güşəsi Füzulinin Qoçəhmədli kəndində dünyaya göz açmışdı. O yerlərin saf suyundan içib tərtəmiz havasından udmuşdu. Hələ uşaq ikən ayaqyalın Qoçəhmədlinin şeh düşmüş torpaqlarından o yana bu yana qaçar, hər kəsi şakraq səsinə valeh edərdi. Qarabağ təbiətinin əsrarəngizliliyi elə uşaq ikəndə səsinə hopmuşdu. Qarabağlı balasıydı. Təpədən dırnağa bir vətən sevdalısı idi. Amma həm cismən, həm də ruhən bütün Azərbaycana məxsus idi dədə. Ecazkar səsi, şakraq zənguləsi, özünə məxsus qeyri-adi ifa tərzi ilə dinləyiciləri məftun edən məşhur muğam ustadı, xalqın Dədə Süleyman kimi sevib rəqabət bəslədiyi Süleyman Abdullayevin, Seyid Şuşinskinin sevimli tələbəsinin bugün anım günüdür. Yazını yazmazdan öncə Ustad xanəndənin lent yazılarını dinlədim. Dinlədikcə də ifasında məşhurlaşan musiqilərin sehrində itib batdım. Bu elə bir səsdir ki, milyonlarla səsin içərisindən seçmək mümkündür. İlk zəngulədən, ilk boğazdan, ilk xırdalıqdan bilirsən ki, oxuyan məhz dədədir. Milyonların sevimlisi Dədə Süleyman. O səsi dinlədim və ilahi səsin qarşısında heyrətləndim. Yazmağa nədən və necə başlayacağımı belə bilmədim. Amma bu da bir həqiqətdir ki, dədənin səsini, sənətini vəsf etmək üçün sözlər yetərli deyil. Çünki haqdan gələn və haqq vergisi olan bu əsrarəngiz səs qarşısında dünyanın ən gözəl sözlərini ipə sapa düşsəm də belə yenə də söz aciz qalacaq. O ilahi səs o sözləri kölgədə qoyacaq. Süleyman Abdullayev haqqında çox sənətkar danışa bilər. Xatirələrini bölüşər, sənətinin ucalığını ən gözəl sözlərlə vəsf edər. Amma inanın ki, heç bir söz, heç bir cümlə dədənin oxuduğu o şakraq muğamlar, o həzin musiqilər qədər təsirli ola bilməz. Onlar danışsa da, həmin sözlər onun ifasında məşhurlaşan segahı, şuuru, cəhargahı, dəştisi, Qarabağ şikəstəsi qarşısında eşidilməz olacaq. Odur ki, ən yaxşısı susum. O ecazkar səsin qarşısında susum ki, bu sükutun içərisində ustad sənətkarımız elə özü oxusun. Bugün musiqimizin xaos içərisində çabaladığı, səsi sənəti olmayanların efirlərdə meydan suladığı bir vaxtda sənət çox ehtiyacımız var dədə. Odur ki, deyirəm, oxu Dədə Süleyman. Oxu qoy görsünlər ki, oxumaq necə olur. Sən oxu, biz susaq və o ilahi səsin sehrində ruhumuzla baş-başa qalaq. Çünki buna çox ehtiyacımız var. Dadan mən alım başına dönüm, dadan alım başına mən dönümsən. Özünə qurbanam yar, sözünə qurbanam yar. Özünə qurbanam yar, sözünə qurbanam yar. Qadanı mən alım, gəl, gəl, başına mən